Testosteronu güneşle artırın. Bugün D vitamini ve onun testosteronla alakası, D vitaminin çatışmazlığının sebepleri, çatışmazlığı aradan kaldırma yolları, hemçinin maksimum efekt elde etmek için D vitamini hansı biyoloji aktif maddelerle birleştirmek lazım olduğu barədə danışacağım. 2011. ildə Avstriyanın Graz Tibb Üniversitesi'nin alimleri tarafından aparılan araştırmaya göre bir yıl ərzində D vitamini kabul eden kişilerde hem ümumi hem de serbest testosteron seviyesinde ehemmiyetli artım müşahidə olunub. D vitamini beden onu ultrabenefşe şüaların təsiri altında sintez ettiği için tez güneş vitamini adlandırılır. Lakin o həmçinin qida ve biyoloji aktif madde şeklinde de kabul edilir. D vitamini testosterona necə təsir edir? D vitamini xüsusi xəyallar reseptorları ilə birləşdikdə testosteron istihsalı stimullaştırır. Aynı zamanda estrogen seviyesini azalır. D vitamini stresi ve iltihabı yatırarak testosteronu boğan kortizol seviyesini azaltmağa kömək edir. Beləliklə optimal testosteron seviyesini dəstəkləyir. Bundan əlavə D vitamini aktif hərəkətli olan spermatozoidlərin sayını artırarak kişilerin fertilliyini yaxşılaşdırır. Kişilerde D vitamini çatışmazlığının əlamətləri testosteron çatışmazlığı əlamətlərinə bənzəyir. Xroniki yorğunluq və tez yorulma, əzələ zəifliyi, əzələ və oynaq ağrıları, tez-tez soyuq dəymə, əhval-ruhiyyənin enməsi, əsəbilik, depressiya, cinsi zəiflik, yuxu pozğunluğu, sümüklərin zəifliyi. D vitamini çatışmazlığı çox yaygındır və bunun bir neçə səbəbi var. Əsas səbəb günəşə az çıxmaq. Müasir dünyada biz işdə, məktəbdə, evdə çox vaxtımızı qapalı məkanda keçiririk. Dərinin xərçəngdən qorunmaq üçün vacib olsa da, günəşdən qoruyucu kremlərdən istifadə D vitamininin istihsalını bloklayır. Coğrafi mövqe. Ekvatordan nə qədər uzaq olsaq, payız-qış dövründə ultrabenefşəyi şüaların intensivliyi bir o qədər az olur. Yaş. Yaşla dəri D vitamini istihsalında daha az effektiv olur. Qidalanma xüsusiyyətləri. Çox az qidada yüksək miqdarda D vitamini var. Bunlar yağlı balıq, qızıl balıq, skumbriya, yumurta sarısı, bəzi göbələklərdir. Hətta onların istehlakı da tez çatışmazlığı aradan qaldırmaq üçün kifayət etmir. D vitamini qəbul etməkdən əvvəl adekvat dozan seçmək üçün qanda onun səviyyəsini müəyyən etmək çox vacibdir. Optimal səviyyə 30-60 nanogram litr, çatışmazlıq 20-30 nanogram litr. Defisit 20'den az, ciddi defisit ise 10'dan az. D vitamini dozası. Yetkinlerde profilaktika için günde 600-800 beynəlxalq vahid. Bazı hallarda 2000'e kadar. Çatışmazlık zamanı 30'dan az olsa günde 2000'den 5000'e kadar. Ciddi defisit zamanı 10 nanogram litreden az olsa müəyyən bir müddət ərzində əhəmiyyətli dərəcədə yüksək dozalar tələb olunur. Sonra ise dəstəkləyici dozaya keçid edilir. Hər halda konkret doza qan analizi nəticələrine və fərdi xüsusiyyətlərə əsasən həkim tərəfindən təyin edilir. Çünki D vitamininin həddindən artıq olması qanda kalsium səviyyəsinin artırılmasına səbəb ola bilər. Bu da ürək, böyrəklər və digər orqanlar üçün təhlükəli ola bilər. Buna görə də öz-özünə müalicə etmək tövsiyə edilmir. D3 vitamini xolikalsiferol en effektif şekilde mənimsənilir. O müxtəlif formalda istehsal olunur, lakin en fizyoloji olanı yağlı mahluldur. Kapsullarda və damcılarda. Eyni zamanda uşaqlar və maddə bağırsaq xəstəliyi olan xəstələr üçün sulu mahlul da qəbul edilir. D vitamini yağda hal olunan bir vitamindir. Buna görə də maksimum təsir üçün onu yağ tərkibli qida ilə qəbul etmək tövsiyə olunur. Həmçinin aşağıdaki biyoloji aktif maddelerle birleştirmek məsləhətdir. Magnezyum D vitamini aktivləşdirir. K2 vitamini D vitamini ve kalsium təsirini yaxşılaşdırır. Həmçinin kalsiumu sümük toxunmasına yönəldir ve onun damarlarda çəkməsinin qarşısını alır. Kalsium. Eğer kalsium çatışmazlığı varsa D vitamini onun sümüklerden azad olmasına sebep olur ve sümükler zayıflanır. Buna göre de sümük sağlamlığı için əlavə olarak kalsium kabul edilmesi lazımdır. Beləliklə D vitamini kişi sağlamlığı için vacib bir faktordur. Eğer testosteron seviyesinin aşağı olduğundan
veya D vitamini çatışmazlığından şüphelenirsizsə, mütləq bir mütəxəssisə müraciət edin. O lazımı müayinələri aparacaq və lazım gələrsə adekvat müalicə təyin edəcək.